Salam, heç qatarlar haqqında yuxu görübsünüzmü? Bugün yuxuda qatar görməyin nə mənaya gəldiyini araşdıracaq. Qatarla bağlı yuxular çox şey ifadə edə bilər. Əgər qatar səyahəti görürsünüzsə, bu çox vaxt həyat yolunu, məqsədlərinizi, ambisiyalarınızı və seçdiyiniz yolları təmsil edir. Bu sizə yolunuzdan dönməməyi və irəliləməyi xatırlada bilər. Bəs dəmir yolu görmək nə deməkdir? Bu adətən rəhbərlik və istiqamət deməkdir. Bu, müəyyən bir plana əməl etdiyinizi və ya real həyatınızda aydın bir yol tapmağınız lazım olduğunu göstərə bilər. Qatarda olduğunuzu yuxu görmüsünüzsə, bu, çox vaxt həyatınızın istiqaməti və irəliləməsi ilə bağlıdır. Düzgün yolda olduğunuzu göstərə bilər, eyni zamanda qarşıdan gələn dəyişikliklərə də işarə edə bilər. Qatar qəzası yuxusu, narahat edici görünsə də, bu, çox vaxt uğursuzluq qorxusunu və ya planlarınızda ciddi bir pozuntunu simvollaşdırır. Bu, mövcud yolunuzu yenidən qiymətləndirmək və lazımi düzəlişlər etmək üçün bir oyanış zəngidir. Unutmayın ki, yuxular şəxsidir və şərhlər öz təcrübənizə və hisslərinizə əsasən dəyişə bilər. Əsas odur ki, yuxunuzdakı duyğuları və vəziyyətləri və onların real həyatınızla necə əlaqəli olduğunu başa düşəsiniz. Beləliklə, növbəti dəfə qatarlar haqqında yuxu görəndə bir anlıq düşünün. Hansı səyahətdəsiniz və bu sizi hara aparır? İzlədiyiniz üçün təşəkkürlər. Yuxularınız haqqında daha çox məlumat üçün bəyənməyi və abunə olmağı unutmayın. Növbəti görüşə qədər yaxşı yatın və böyük xəyallar qurun.